Axşamınız xeyir olsun dəyərli izləyicilər. Bir xəbəri diqqətinizə çatdırıram. Son günlər paylaşımları ilə gündəmə gələn model Chelsea Baxşıyeva prokurorluğa çağırılıb. Məlumata görə sosial şəbəkələrdə nalayiq ifadələr işlədən TikToker çağırışa getməyib, həmin gün ölkəni tərk edib. O, şikayət etdiyi Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Anar Pirməmmədov tərəfindən hədələndiyi üçün ölkəni tərk etmək məcburiyyətində qaldığı deyib Qafqaz İnfoya. Model son günlər özünün icazəsi olmadan şəxsi şəkillərinin yayılması faktı ilə bağlı da hüquq mühafizə orqanlarına müraciət edib. Chelsea'nin vəkili Asim Abbosov isə deyib ki, vəkili prokurorluğa dəvət olunan vaxt ölkədə olmayıb. Bu səbəbdən məsuliyyətə cəlb edilməsi ilə bağlı qərar yoxdur. Bildirək ki, bir neçə gün əvvəl Chelsea Anar Pirməmmədova qarşı ciddi ithamlar səsləndirib. O iddia edib ki, aralarında sevgi münasibəti olub. Daha sonra Pirməmmədovun evli və 2 övladı olduğunu öyrənib. Onun tərəfindən şəxsi xarakterli video yazışmaları ilə təhdid edilib. Baxşıyevanın sözlərinə görə əvvəllər 1 ay müddətinə inzibati qaydada həbs edilməsinə səbəbkar da elə Anar Pirməmmədov olub. Bu ithamlardan sonra Anar Pirməmmədovun Fövqəladə Hallar Nazirliyindəki vəzifəsindən azad edildiyi bildirilir.